dövlət qurum nümayəndələri olaraq öz sahəmiz üzrə qarşılaşdığımız problemləri müzakirə edirik ki, növbəti dövlət proqramını daha yüksək səviyyəli nailiyyətlər əldə edək. Təbii ki, bizim üçün əsas olan odur ki, vətəndaşların problemlərini eşidək, onların ehtiyaclarını qiymətləndirək, onların ehtiyaclarına, istəklərinə uyğun fəaliyyət göstərək. Daha çox insan kütlələrini, fikirlərini öyrənmək və onları müvafiq qurumlara çatdırmaq daha çox hal-hazırda ictimai şuraların üzərindədir ki, əslində elə ictimai şuraların funksiyalarından biri də budur. Sosial şəbəkələrdə də bir çox paylaşımlar edirik, müxtəlif verilişlərdə də, televiziya verilişlərində də çıxışlar edirlər bizim əməkdaşlar, məlumat vətəndaşlara verirlər. Bu seminarda isə iştirakım digər dövlət qurumlarının əməkdaşları ilə fikir mübadiləsi aparmaq, onların problemlərini eşitmək və harda kömək ola biləcəyi isə o hissələri araşdırıb bir qərara gəlməkdir. Dövlət qurumunun rəsmiləri ilə ictimaiyyət nümayəndələrinin fikir mübadiləsi aparmağa, bu fikirləri çatdırmasına imkan verir. Ona görə də belə tədbirləri yüksək qiymətləndirirəm. Fikirləşirəm ki, bu müzakirələr davamlı olaraq həyata keçirilməlidir. Seminarda həmkarlarım tərəfindən səslənən fikirlərdə də qeyd olundu ki, bir çox dövlət qurumları tərəfindən görülən işlər həqiqətən bir-birləri ilə məlumatın bölünməsinə və bu haqda görülən işlərindən xəbər tutmaq, daha qısa və effektiv şəkildə xəbər tutmaq adına müəyyən işlərin hələ də görülməsinə ehtiyac var. Keçmiş məcburi köçkünlərin vətən iştirakçılığının artırılması, onların dövlətin qəbul etdiyi qərarlarda iştirakının təmin olunması və gələcəkdə özlərinin, yəni icmaların, icma fəaliyyətlərinə cəlb olunmaqla eyni zamanda dövlət idarəçiliyində daha yaxından iştirak edilməsinə xidmət edən bir seminar təlimdir.